Sevgilimi nəyə qısqanaram, nə qısqanma effekti atdım, sıralayıram. Hadi bakalım başlayalım. Başlama əvvəl deyim ki, bu sadəcə bir effektdir, ciddi almayın. Bu nədir? İş yoldaşına çox danışıb gülmə. Ola bilər. Danışmaq ola bilər. Bəlkə iş üçün danışır, yəni normal. Qısqanmaram. 7. Oyun oynamaq. Mən də oyun oynamağı çox sevirəm. Deyərəm ki, gəl birlikdə oyun oynayalım. Bizi sayılı oyunu oynayalım. Qısqanmıram. 8. Başqasını fikirləşmə. Başqasını fikirləşsənsə, mənim yanımda nə işin var? Qısqanarım təbii ki. 3. Görüntünə danışmaq. Mən yoxam. Mən getdim. Sənin yanında getmişəm. Yoxam, ayrılmışam. Təbii ki, qısqanarım 2. Bu nədir? Yox, qısqanmaram. 10, 9. Başqasını, mənim yanında başqasını videosunu bəyənmək və smailik atmaq. Emoji atmaq. Atarsan da sonra onu fikirləşməsi var. Qısqanarım təbii ki. 4. Bunu bilmədiyim üçün 6. Mənim yanımda olanda başqasına baxmaq. Bax, gör nə olur sonra. Mən sənin yanında olacağım mı, olmayacağım mı? Təbii ki, qısqanarım. 1. Dalaşmaq. Ola bilər, həmişə canım cicim deyə bilmərsən. Arada dalaşmaq yaxşısıdır. Balaca dalaşmaq nə var ya, məncə o yaxşıdır. Yəni, qısqanmaram. Ola bilər, qısqanmaram. Çünki bəlkə gecə növbəsi işidir. Gecə ilə işləyən insanlar da var. Ola bilər. 5. Az əvvəl dedim ki, bu sadəcə bir effektdir, ciddi almayın. Bu effekti elədim. Növbəli effekt nə olmasını istəyirsiniz? Videomun altında yazın. Videomu bəyənmək, videomu paylaşmaq, kanalıma abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın. Bay bay.